Görkəmli aktyor, Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, şöhrət ordenli böyük sənətkar Rasim Balayev. O ömrünün demək olar ki, yarıdan çoxunu Azərbaycanın kino sahəsində keçirib. Çəkildiyi filmlər, tamaşalarla, eləcə də həyat verdiyi milli qəhrəman obrazları ilə Azərbaycan tamaşaçısının qəlbində özünə bir dəyər abidəsi ucaldıb. Həm yüksək şəxsiyyəti, əqidəsi, mədəniyyəti, həm də sevərək canlandırdığı, həyat verdiyi rolları ilə milyonların sevgisinin, alqışının ünvanı olub. Özünün dediyi kimi ömrünün 50 ilini verib kino sənətimizə. Əvəzində kino tariximizdən silinməyəcək olan dahi şair Nəsimini, böyük tarixi şəxsiyyətimiz Azadlıq carçısı Babəki, Kitabi Dədə Qorqud dastanındakı Bamsı Beyrəyi və onlarla digər obrazları canlandırıb. Bütün Azərbaycan Rasim Balayev deyəndə ilk gözünün qabağına şair Nəsimi gəlir. Gözəl, simalı, xarizmatik, gözəl və şirin danışığı olan və ilk baxışdan ona baxan tamaşaçını özünə inandıran bir aktyor. Üzünü məndən nihan etmək dilərsən. Etmək elə. Gözlərim yaşın rəvan etmək dilərsən. Etmək elə. Yandırırsan könlümü eşqində. Məlum oldu kim, anı rüsvayı cahan etmək dilərsən. Etmək elə. Çünki eşqin məskənidir könlümün viranəsi. Həsrətə ani məkan etmək dilərsin. Etmək elə. Çün yəqin bildi Nəsimi eşqini oldu ғəni. Ol yəqini sən güman etmək dilərsən. Etmək elə. Ol yəqini sən güman etmək dilərsin. Etmək elə. Son intibah dövrümüzü yaşadan, qoruyan, saxlayan böyük sənətkarımız, ustad sənətkarımız sözsüz ki, tək Azərbaycan xalqının yox, bütün kino dünyasının ən böyük sevimli aktyorundan biri olan bizim əzizimiz, doğmamız Rasim Balayev. Rasim Balayev sənətinin Azərbaycan kino tarixində, mən kino deyəndə dünya kinosundan danışıram. Çünki Rasim Balayevin maştabı tək Azərbaycan kino çərçivəsində deyildi. Və bu mənada Rasim Balayev sənəti Azərbaycan kino mədəniyyətinə yeni bir nəfəs, yeni bir aktyor məktəbi gətirən maraqlı bir sənətkar ömrü idi. Ki, Rasim Balayev həm klassik filmlərimizdə, həm romantik filmlərimizdə, həm müasir filmlərimizdə, hətta dedektiv janrlarımızda belə, yəni kinonun bütün janrlarında çox böyük məharətlə işləyən, yaradan bir gözəl sənətkarımız idi. Bilirsiniz, əslində Rasim Balayev həm də böyük bir Azərbaycan mədəniyyəti idi, Azərbaycan xalqı idi. Rasimi necə deyim, valla, iki cür fikirləşirəm onun haqqında. Bir, Rasim dost kimi, həm də insan kimi, bir də Rasim sənətkar kimi. Bizim tanışdığımız 65-ci ilin sentyabrından başlasa da, amma dostluğumuz 1-2 ay sonradır. Aydındır, hərə bir rayondan gəlir, təhsil alır. Dostluğumuz 1-2 ay sonra başlayıb və çox şükürlər indiyə kimi davam edir. Biz birimizlə heç olmasa bir 4-5 dəfə ayda telefon zəngi ilə danışırıq, bir-birimizlə hal-əhvallaşırıq. O zəng eləyir, mən zəng eləyirəm. Yaxşı oğlan idi tələbəlikdə, elə indi də yaxşıdır. Şux idi. Maşallah, hündür boylu, yaraşıqlı bir cavan idi. Və elə birinci kursdan demək olar ki, o tələbələr içərisində seçilirdi. Biz Mehdi Məmmədovun kursunda oxuyurduq. O vaxtı
məncə birinci ilin sonundan və ya ikinci ilin əvvəlindən nədir, Boy Çiçəyi, İlyas Əfəndiyevin Sən həmişə mənimləsən tamaşasında Həsənzadə rolunu birinci pərdəsi idi gərək ki, onu məşq eləyirdi. Amma sonra məlum oldu ki, baxmayaraq ki, gəncdir, cavandır, o qədər canlı oynayırdı ki, o Həsənzadənin, nəinki o müəllimlər, hətta tələbələr də yığışırdılar, gəlirdilər, onun oyununa tamaşa eləyirdilər. Yaxşı, belə, yoldaşlıqda möhkəm idi, çox möhkəm idi. İndi onların bəziləri yoxdur həyatda, amma sağ qalanlarla məncə Rasim özü də tez-tez görüşür. Ümumiyyətlə, dost sevən adamdır, yoldaş sevən adamdır. Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində doğulub. Hələ orta məktəb illərində sənətə, ədəbiyyata böyük istəyi olan gənc məktəbi bitirdikdən sonra bu yöndə gedəcəyini qətiləşdirir. Ailəsi onun aktyor olmasını istəməsə də, sənətə, kinoya olan marağını görüb, onun seçdiyi bu çətin və keşməkeşli yola sədd çəkmir. Bakıya gələn gənc tələbəlik həyatı yaşayır, arzularına, istədiyi sənətə doğru irəliləyir. Amma hər şey heç də asan olmur. Onun da istəklərinin gerçəkləşmədiyini düşünüb, ümidlərinin azaldığı, sarsıntı keçirdiyi zamanlar olur. Bu günləri o, özünün həyatında depressiya günləri adlandırır. Zamanla bunlar hamısı geridə qalır və Nəsimi obrazı ilə böyük səhnəyə atılan aktyorun ulduzu parlayır. Bundan sonra ardıcıl olaraq bir çox filmlərdə başrollar oynayır, tarixi şəxsiyyətlərimizə yenidən həyat verir, Azərbaycan tamaşaçısına sevdirir. Azərbaycan xalqının ən böyük sevinç, ən böyük öyünc, ən böyük ideoloji tanıtım, təbliğat şəxsiyyətləri mən böyük həvəslə bu sözü işlədirəm. Biri də sözsüz ki, bizim gözəl sənətkarımız Rasim Balayev faktorudur. Nə gözəl ki, Rasim Balayev faktoru var. Tələbəlikdə demək olar ki, məşhur idi, doğrudan məşhur idi. Biz, yadımdadır bu 68-ci ildə o vaxt Sovet hökuməti idi da, Leninin anadan olmasının 100 illiyi münasibəti ilə bu SSR-nin teatr institutlarının Leningradda tamaşasını təşkil elədilər. O cümlədən Sən həmişə mənimləsən tamaşası 69-da getdi Leningrad şəhərində. Azərbaycan dilində tamaşanı oynayırdı, amma inandırım o qədər, hətta o teatr, kino, İncəsənət İnstitutunun müəllimlərindən və texniki işçilər də gəlirdi, o tamaşalara baxırdı, tamaşaçılar vardı və diskusiyalarda, o mübahisələrdə və ya təhlillərdə çox təriflər deyirdilər Rasim haqqında ki, dilini bilmirik, amma hiss eləyirik ki, o ürəkdən oynayır və axı cavan oğlan, bir də 48-50 yaşında kişi, bunu canlandırmaq gənclər üçün biraz çətin olur bəzən, amma o öhdəsindən gəlirdi, özü də yaxşı oynayırdı. Dost kimi də yaxşıdır, indi də yaxşıdır, insan kimi yaxşıdır, o vaxt da yaxşı idi, indi də yaxşıdır. Tələbəlik illərində çox zarafatçıl şux idi. Yaxşı təqlid qabiliyyəti var idi. Və deyim ki, birdən elə atmacalar atırdı ki, hamının gülüşünə səbəb olurdu, şən idi. Bilin də şəndir, yaxşıdır, Allah canını sağlasın. Görürsünüz, indi onun ailə üzvləri də mənə yaxındır. Niyə üçün o dostluğa görə? Ard-arda qazandığı uğurlar təbii ki, asanlıqla başa gəlmir. Bu uğurların arxasında ağır, çətin zəhmət dayanır. Sən olub zalım yar, qadam balam alım yar. Debi, ay debi, xoreyin soyun. Rasim Balayev müəllim ola bilərdi, bu adda bir müəllim ola bilərdi Azərbaycanda. Hansısa rayonda, hansısa kənddə.
Onu şagirdləri tanıyardı və ya tələbələri tanıyardı. Çalışdığı rayon, kənd tanıyardı. Həkim olsaydı da eləcə, nə bilim, alim olsaydı da, yəni elm sahəsi tanımış olardı. Amma indi Rasim Balayev deyəndə təkcə Azərbaycanın yox, Türk dünyasının, həm də dünya kinosunun da tanınan, öz imzası olan Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın çox böyük bir aktyoru və həm də böyük bir Azərbaycanlı deməkdir. Rasim Balayev Ağsuda doğuldu. Ağsuluydu. Amma kino sənətinə gələndən sonra, incə sənətə gələndən sonra Rasim Balayev bütün Azərbaycanın oldu. Bütün Türk dünyasının oldu. Rasim Balayev əvvəl bir ailənin övladıydı. İndi böyük 300 milyondan yuxarı bir millətin övladıdır. Zaman ötdükcə onun şöhrəti doğma vətəninin hüdudlarını aşır. Onu nəinki Azərbaycanda, hətta vətəndən kənarda da sevirlər. Türkiyədə, Orta Asiyada və dünyanın digər ölkələrində Rasim Balayevin tamaşaçı auditoriyası yaranır. Lakin həyatının heç bir dövründə populyarlıq aktyorun insani keyfiyyətlərini üstələmir. Tamaşaçı sevgisi onun başını gicəlləndirmir. Əksinə, ağac var verəndə başını aşağı əyər misalı, o mənliyini, şəxsiyyətini heç vaxt zədələyəcək addımlar atmır. Rasim Balayevi tamaşaçıya sevdirən həm də budur. İnsanın bir vüqarı olmalıdır, bir mənliyi olmalıdır, bir həyat kredosu olmalıdır və o yolla da hərəkət eləməlidir. Yoxsa elə nə cür düşdü yaşamaq, o yaşamaqdır. Bunda insan hazır, əldə elədiklərini də itirir və yaşdaşanda rəzil bir günə düşür. On 17 yaşında doğma Ağsudan Bakıya gələn və ömrünün 50 ilini kinostudiyada fəaliyyətə həsr edən aktyor, kinostudiya mənim ikinci evim, hətta öz evimdən də uzun müddətli yaşadığım doğma yerim idi deyir. Hamımızın tələbə vaxtı oxşamağa çalışdığımız və hamımızın həm də yaxşı mənada həsəd apardığımız bir aktyordu. Sonradan talih ilə gətirdi ki, yəni kino ekranından gördüyüm və tanıdığım Rasim Balayevlə bir səhnədə qarşı-qarşıya gəlməli olduq. Bu birinci dəfə Mehdi Məmmədovun quruluş verdiyi, Hüseyin Cavidin İblis piyesi əsasında quruluş verdiyi İblis tamaşasında ki, tamaşada rastlaşdıq. Aktyor olaraq qarşı-qarşıya gəldik. İkinci işimiz isə Cəfər Cabbarlının Aydın piyesi əsasında Mikail Mirzənin hazırladığı Aydın tamaşasında o Dövlət bəy, mən Aydın olaraq qarşı-qarşıya gəldik. Yəni Rasim Balayevlə çox sonra kinoda qarşılaşdıq. Cavid ömrü filmində Rasim müəllim Hüseyin Cavid obrazını canlandırırdı. Mən Əhməd Cavad idim. Ben yetiştim ateşle su öpüştüğü bir ülkeden. İzliyorken sevgi yolu acı duydum her kölgeden. Bir yoksulum her dileğim diz çöktürür zenginleri. Bir arifim bilmediğim aşar durur enginleri. Talihimize ne yazılıpsa onu kişi kimi karşılamalıyıq. Cevat, axı Müşfiqin vur tut 28 yaşı var.
səmimi etiraf edirəm ki, Nəsimi haqda yubiley filmi olaraq Heydər Əliyevin təşəbbüsü ilə gündəmə gətirilən bu əsər ona qədər xırda o sahədə məşğul olan Akademiyanın Dil Ədəbiyyat İnstitutu bilirdi Nəsimi kimdir. Kütləvi şəkildə nə Azərbaycan xalqı bilir, nə Azərbaycan ictimaiyyəti bilmirdilər Nəsimi kimi. Heç eşitməmişlər, çünki əsasən Nizami təbliğ olunurdu, o vaxtlar Füzuli təbliğ olunurdu və çox az hallarda Seyid Əzim, Nəsimi filan pesməkan. Azərbaycan ədəbiyyat tarixinin çox böyük bir simasının obrazı ilə birdən-birə meydana çıxdı və özünü bəyan elədi və həm dedi ki, mən varam. Yəni, əslində Nəsimi obrazı Rasim Balayevin bir sənət möhrü idi. Kino sənətinə obrazla bir möhür vurdu. Təbii ki, ondan sonra Əziz rolu oldu, ondan sonra Babək obrazı oldu, Bamsı Beyrək obrazı oldu. Mənim üçün çox qəribə idi ki, həyatdır, talidir. Bax, bir-birindən xəbərsiz də, onun axı ilk filmdə Böyüşü ondan əvvəl epizodda çəkilib. Böyüşü Nəsimi rolu idi, eləmi? Çox qəribədir. Həsən Seyidbəyli rejissordur. Nəsiminin seyri, sifəti, onun görünüşü məlumdur. Bu, qalmayıb onun heç bir, necə deyərlər, şəkili, ondan sonra, nə bilim, rəssam əsəri işi. O, Rasimi o rolda görüb dəvət eləmişdi o sınaq çəkilişinə, eləmi? Bu yandan da SSR xalq rəssamı vardı o vaxt, Mikayıl Abdullayev. O da nə Rasimi görməyib, nə Nəsiminin görməyib. O da dövlət sifarişi ilə, Nəsimi yubileyi münasibəti ilə Nəsimi portreti üzərində işləyir. Amma çox qəribədir. Heç biri Nəsiminin özünü görmədiyi halda bu kişi Nəsiminin sınaq çəkilişinə Rasimi dəvət edib. O da bir obraz çəkib Rasim Balayev oxşayır. Bax, bu həyatın, bilmirəm, təsadüfüdür, qəribəliyidir. Və yadımdadır bir dəfə Rasim dedi o vaxt ki, Həsən Seyidbəyli bundan soruşub ki, Mikayıl Abdullayevi tanıyırsan, hələ o vaxtı o Nəsiminin portreti işıq üzü görməmişdi, ancaq müəyyən adamlar görürdü. Deyib ki, hə, tanıyıram. Deyib, necə tanıyırsan? Deyib, SSR xalq rəssamıdır, portret ustasıdır, belə tanıyıram. Yox, şəxsi tanışlığım var, deyib, yox, heç görməmişəm onu. Deyib ki, o bir Nəsimi portret çəkib sən oxşayır. Qəribədir, çox qəribədir. Həqiqətən də oxşayırdı onun cavanlığına, gəncliyinə və sübut da elədi Rasim ki, o rolun öhdəsindən o gələ bilər, Nəsimini yarada bilər və yaratdı da, çox şükürlər olsun ki, o sənətkarın da, necə deyərlər, fikrini, onun riskini doğrultdu. Tarixdə Nəsimi bəlkə heç Rasim müəllimə oxşamayıb. Bəlkə də biraz balaca boy, bəlkə də biraz kifir, bəlkə də biraz əyri burun, xırda gözlü birisi olub, amma böyük dahi olub. Amma Rasimin simasında artıq bütün dünya o kinoya baxanlar Nəsimini məhz o cür qəbul elədilər və o cür tanıdılar və bundan sonra onun əsl portreti ortalığa çıxmış olsa da belə kimsə onu qəbul eləməyəcək artıq. Rasim Balayev Nəsiminin rəsmini, portretini yaradıb və bütün tamaşaçılar da inanıblar ki, Nəsimi vaxt elə belə olubdur. Əlbəttə ki, bu Rasimin portretidir, Rasimin əsəridir, Rasimin obrazıdır və Rasimin əlavələridir. Hürufi təriqətinin öncülü, təriqətin yayılmasında müstəsna xidmətləri olan 14-cü, 15-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nəsimi obrazı. Nəsimi dövrünün görkəmli ariflərindən, müvafiq elmlərdən təhsil almış, sonra Fəzlullah Nəiminin xidmətlərinə girmiş, onun tərbiyə və təlimlərindən bəhrələnmiş, səfərlərinin hamısında özünün mürşidi sandığı Şeyx Nəimi ilə yol yoldaşı olmuşdu.
Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olur. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyalarına görə sonda Hələb şəhərində edam olunur. Rejissoru Həsən Seyidbəyli, ssenari müəllifi isə İsa Hüseynov olan Nəsimi filmi 1973-cü ildə çəkilib. Rasim Balayev bu filmdə başrolu Nəsimi obrazını canlandırıb. Aktyor 25 yaşında bu obrazı yaradarkən Nəsimi dühasının sirlərinə, incəliklərinə kim bilir bəlkə də tam vaqif olmayıb. Lakin gənc hissiyatı ilə bitkin, yaşlı, kamil bir surəti, mən əbədiyyət üfüqündə doğan bir günəşəm, günəş qürub edəndə saralar deyən, dərsi soyulan sufi Nəsimini, könüllərdə iz qoyan haqq aşiqini yarada bilib. Və həm də elə yaradıb ki, Nəsimi deyəndə hər kəsin gözü önündə Rasim Balayevin oynadığı obraz canlanır. Heydər Əliyevin Azərbaycan, möhtəşəm Azərbaycanın hürufi, sufi, yəni fəlsəfə dünyasına böyük Nəsimini gətirməklə həm də bizim klassik şeir poeziyamızın bir növrəsini qoydu və bundan sonra Azərbaycanda çox ciddi və çox sürətlə bizim o sahədə inkişafımız başladı. O cümlədən də kinematoqraf sahəsində. Siz təsəvvür edin ki, bizi o işi planlaşdıranda və mən də möhtəşəm kino ağacının balaca bir yarpağı idim o vaxt mən də və mənim də taliyimə bu işlərin iştirakçısı, təşkilatçısı, yaradıcısı olmaq qisməti düşmüşdü. Mən bunu ilahi qismətim kimi dəyərləndirirəm. Sözsüz ki, böyük ustadlarımız sayəsində həm də. Və nə gözəl oldu ki, siz təsəvvür edin ki, bir gülləyə neçə dovşan vurulmaq məsələsi var. Və burada həmin dövrdə Allah Teala eləmişdi ki, Azərbaycan kinosunun başında Ədil İskəndərov kimi nəhəng şəxsiyyət durmuşdu. Azərbaycanın söz mədəniyyətinə, fəlsəfi dünyasına, saf ağ fəlsəfəsinin başında İsa Hüseynov, İsa Muhanna kimi nəhəng şəxsiyyət durmuşdu. Və Azərbaycan realistik kino restor məktəbinin ən möhtəşəm nümayəndəsi Həsən Seyidbəyli kimi bir şəxsiyyət durmuşdu. Siz təsəvvür edin, Heydər Əliyevin təşəbbüsü ilə başlayan Nəsimin Azərbaycana qayıdışı, bütün bu təşkilat işlərin mənəvi və təşkilatı baxımına rəhbəri Ədil İskəndərov və bunun yaradıcısı, yazıcısı İsa Muhanna və Həsən Seyidbəyli faktoru gətirdi Azərbaycan kinosunda yeni bir ulduz gətirdi bizim cəmiyyətimizə, kino mühitimizə. Bax, həmin o ulduzun əvvəldə mən intibah dövrü deyə müraciət elədiyim, izahatın açılmasını verdiyim Rasim Balayev faktoru. Adını çəkdiyim o dünyasını dəyişən böyük ruhları şad olmuş tarixi şəxsiyyətlərimiz və nəhayət bunların vəhdəti və nəhayət bunların vəhdətindən bizim kino mədəniyyətimizdə, kino tariximizdə dünya şöhrətli Rasim Balayev faktorunun olması idi. Bax, bu son nəticə idi. Siz fikir verin, o dahi şəxsiyyətlər və öz yaratdıqları böyük sənət əsərinin nəticəsi olaraq bugün Azərbaycan tarixinə Nəsimini qaytardılar. Nəsimi möhtəşəm bir sənət əsəri və həmin Nəsimin də böyük obrazı Rasim Balayev kimi böyük aktyorun şəxsində olduğu böyük bir tariximiz. Beləliklə, ilk böyük rol, ilk böyük sənət uğuru Rasim Balayevin taleyində uğura aparan yol məhz belə açılır. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər-i laməkan mənəm, kövn-ü məkana sığmazam. Gerçi bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm. Məndən uludur ayətim, ayətə şanə sığmazam. O həm Nəsimidir, həm Rasim Balayevdir. Həm Babəkdir, həm Rasim Balayevdir. O həm Rasim, həm də Bamsı Beyrəkdir. Yəni, bunlar ayrı-ayrılıqda yoxdurlar. Bunlar bir yerdədirlər və birlikdədir. Əslində, sənətçinin də, sənətkarın da gücü ondadır ki, o bir tarixi şəxsiyyətdir. Məhz özünün təqdim elədiyi kimi tanıtdırır və inandırır. Bu mənada Rasim Balayevin inandırma gücü və obraz yaratma imkanları, potensialı çox güclüdür və fərqlidir və həddindən artıq inandırıcıdır. Rasim Balayevi Nizami kimi görürdü. Deyərdilər ki, burada Nəsimi, burada Nizami, amma çox gözəl Nizami ola bilərdi.
Gözəl Nizami oynaya bilərdi. Əgər vaxtında film çəkilmiş olsaydı, nədən Atabəy Cahan Pəhləvan olmayaydı, oynaya bilərdi. Çox gözəl bir obraz yarada bilərdi. Məsələn, mən kinodakı obrazlarından deyirəm. Yəni, Rasim Balayevin 18-20 yaşları olan vaxtı onu kinoya çəkmiş olsaydılar, Rasim Balayev nədən Şah İsmail olmayaydı? Çəkilə bilərdi, ola bilərdi və inandırıram sizi ki, çox gözəl bir Şah İsmail oynaya bilərdi. Amma indi Rasim Balayev bu günləri də atın belindədir. Bu günlərdə Rasim Balayev çəkilmək və işləmək iqtidarındadır və çəkilirdi. Təbii ki, amma istədiklərinə, hər dəvətə yox. İstəməzdim ki, düzü Rasim Balayev elə bütün şairlərin silsiləsini yaratsın. Oldu da Hüseyn Cavidi oynadı, Axundzadəni oynadı, bəli. Mən istəməzdim Rasim şairlər oynasın. Mən ömrümün demək olar ki, 35 ilin Şah İsmail Xətaiyə ithaf eləmişəm və orada mən Balayev üçün çox böyük, yəni orta əsr Azərbaycan dövlətçiliyi tarixində çox böyük bir dövlət xadimi olan Əbi Sultan obrazı işləmişdim Balayev üçün. Çox təəssüflər olsun, bugün hələ də çalışırıq. Hərdən təəssüf eləyirəm, kaş elə bir komediya çəkəydik, orada Rasim Balayev başarılı olur. Dədə Qorqud filmi 1975-ci il Azərbaycan xalqının keçmişini tərənnüm edən Kitab-ı Dədə Qorqud dastanının motivləri əsasında xalq yazıçısı Anarın ssenarisi ilə görkəmli rejissor Tofiq Tağzadə tərəfindən çəkilib. Filmdə əsasən dastanın iki qolundan istifadə edilib. Bu filmdə də Rasim Balayev gənc Oğuz qəhrəmanlarından biri olan Baybörənin oğlu Bamsı Beyrək obrazını yaradıb. Rasim müəllim çəkilişlərdən arada fasiləli oranda yaxşı lətifələr danışa bilir. O lətifələr danışırdı, biz də gülürdük, dincəlirdik. Yəni belə Rasim pərdənin arxasında çox zarafatçıl, çox səmimi, çox belə deyək, kommunikabilli adamdır. İstənilən adamla anında münasibət qura bilir. Zarafatçıldır, olduğu yerdə ağırlıq yox, yüngüllük gətirir, bir xoş hava gətirir. Səhnə arxasında, kamera dayananda tamamilə fərqli bir adamdır. Şən, zarafatçıl və çoxlu lətifə bilən və gözəl lətifə danışmağı bacaran. Tarixi qəhrəmanlardan Babəkə elə oynayıb ki, mən o vaxt şübhə ilə yanaşırdım ki, Rasim Babəkə oynaya bilər. Çünki hamı, bütün xalqımızın o Babək qəhrəmanlığını təsəvvür eləyən, orta məktəb kitablarında da Babəkin igidliyi, onun böyüklüyü haqqında o qədər yazılıb ki, kəsən, iri gövdəli, belə. Amma Rasim elə oynadı ki, indi mən güman eləyirəm ki, nəinki o vaxt Azərbaycanda, hətta SSR-də də kimləri dəvət eləsəydilər, mənə elə gəlir Rasim kimi oynaya bilmər. Rasimdə bir mənalı baxışlar vardı da, Babəkdə siz fikir verirsinizsə, Babək axı orada qılınc çalmaqdan çox adicə baxışı ilə görürsünüz ki, o kinoda o jestləri eləyirdi. Elə bil ki, Babəkə o təkcə güclü, qəhrəman kimi yox, həm də ağıllı bir rəhbər kimi oynayırdı. Mənə elə gəlirdi şəxsən və çox xoşlayırdım. 1979-cu ildə rejissoru Eldar Quliyev, ssenari müəllifi isə Ənvər Məmmədxanlı olan Babək filmi çəkilib. Film Azərbaycanın tarixi şəxsiyyəti, görkəmli sərkərdə, dövlət xadimi Babəkə ithaf olunub. Filmdə Rasim Balayev 9-cu əsrdə Azərbaycanda işğalçı ərəb xilafətinə qarşı vüsət alan Xürrəmlər hərəkatının başçısı Babək obrazını yaradıb. Rasim Balayev bu obrazın da öhdəsindən məharətlə gələ bilir. Elə bir məharət ki, bugün tarixi şəxsiyyət Babək Xürrəminin bircə gün azad yaşamaq, 40 il boyunduruq altında sürünməkdən daha üstündür kəlamını səsləndirərkən, göz önünə yenə Rasim Balayevin canlandırdığı Babək obrazı gəlir. Eldar Quliyev bir dəfə Rasimin məncə 60 illiyindəmi, yoxsa 50 yaşı olandamı bir balaca çıxış eləmişdi televizorda. Çox xoşuma gəldi onun bir sözü. Deyir ki, əgər Rasim kinoda
aktyor olmasaydı, itirərdi mi həyatda? O dedi ki, mən elə gəlir ki, yox. Kinoda Rasim olmayıb, başqa aktyor olsaydı, kino itirərdi mi? Deyir, mənə elə gəlir ki, itirərdi. Rasim kimi aktyorumuz olmazdı. Düz deyir, amma mənə elə gəlir ki, əgər kinoda olmasaydı, Rasim də bəlkə itirərdi. Çünki o yaxşı aktyordur, böyük aktyordur. Rasim Balayev gözəl bir ailə başçısıdır. Rasim Balayevlə dostluq edən adamlar hamısı bir ağızdan deyirlər ki, Rasim çox yaxşı, dostdur. Biz Rasimlə sənət yoldaşı olmuşuq. Yəni, çox yaxınıq, amma belə deyək də, yəni, dost olmamışıq. Yəni, çox yaxın. Amma Rasim Balayev hər bir Azərbaycanlının, hər bir sənət adamının, hər bir aktyorun dəyər verdiyi, sevdiyi və hörmət elədiyi böyük bir şəxsiyyətdir, böyük bir aktyordur. Adı çəkilən bu filmlərlə yanaşı Rasim Balayev Qaçaq Nəbi, Qatır Məmməd, həm ziyarət, həm ticarət, Dünya dairəvi olmasaydı, Sən həmişə mənimləsən, Yarasa, Cavid ömrü, Sübhün səfiri, Xoşbəxtlik qayğıları adlı film və tamaşalarda və yaratdığı digər obrazlarla tamaşaçıların qəlbindəki yerini daha da möhkəmləndirir. Rasim Balayevin kinoya, teatra gəlişində mənim xüsusi, o da ilahi qismətçi bir dost dedik, mənim də müəyyən xırda bir xidmətlərim olub. Çünki ilk dəfə mən diplom Moskvada təhsil alıb gələndə, mən ilk dəfə diplom filmində Rasim Balayev çəkmişəm, baş rolu. Filmin də adı Qeyri-adi Ovdur. Və orada görürüz, nə böyük Şeyx Zamanovla belə bağlı böyük epizodlarımız var ki, Rasim cavan uşaq idi. Rasim Balayev əslində bilirsiniz, Rasim Balayev Azərbaycan kinosu deməkdir. Rasim Balayev Azərbaycan mədəniyyətinin inkar olunmaz və heç bir zaman unudulmayacaq bir dəyərli səhifəsi deməkdir. Və Rasim Balayev vətənini, ölkəsini, millətini, dövlətini, bayrağını sevən yaxşı mənada böyük bir vətəndaşdır. İnsan yalnız nağıllarda arzulara çatar gider. Bir de bakım bu dünyaya, ömür geçer katar gider. Zaman kimi esip geçen küleklere sözüm kalır. Ben sevdiğim beni seven yüreklere sözüm kalır. Bir de baktım akan çaya, çıkan güne doğan aya, kısmet olaya olmaya. Bir de bakın bu dünyaya, bir de bakın akan çaya, çıkan güne doğan aya, kısmet olaya olmaya. Bir de bakın bu dünyaya. Çox böyük sənətkardır Rasim. Çox böyük sənətkardır. Allah rəhmət eləsin, onun yaxın dostları vardı. Həm də mən də onlarla dostluq eləyirdim. Şahmar müəllim, Ələkbərov, bizim müəllim olub. Səməndər Rızayev və çox qəribəlidir da, üçü də Ağsulda axı, Səməndər, Mikail Mirzə, Rasim Balayev və üçü də Azərbaycanın ən böyük aktyorları sırasında yaşadılar. Həyat verdiyi tarixi obrazlar onun öz həyatına da təsir göstərir. Bir növ aktyoru yüksək insani ruhda yetişdirir. Özünün də qeyd etdiyi kimi, Dahi Nəsimini Babəki oynayan insan şəxsiyyətsiz, alçaq, rüşvətxor, mənəviyyatsız biri ola bilməzdi heç zaman. Bəlkə də borcundan çıxmadım vətən, ömür bahar deyil bir də qayıtsın. Ölsəm də qoynunda qoy ölüm ki mən, çürüyüm bir ovuc torpağın artsın.
Biz bu xalqın torpağını artırmağa xidmət eləyən fədailərik. Elə Balayev da o cümlədən. Allah ona ömür versin. Arzu eləyirəm, hər hansı bir ictimai siyasi mühit, hər hansı bir sağlamlıq, hər hansı bir nə bilim çətinlik və axirində insanda hər şey var. Bunların heç hansında elə Böyük Balayev, böyük Nəsimi olaraq sınmasın, qalsın və elə öz əqidəsi üzründə, əqidəsi uğrunda belə dərsini soysunlar, eyb yoxdur. Nə olar, tarix olacaq da, Rasim onsuz da böyük tarixdir. Mən ona can sağlığı arzu edirəm. Hər bir ictimai siyasi format, hər bir münasibətdə Balayevliyini saxlayır və saxlayacaqdır inşallah. Sınmamazlıq, can sağlığı arzu edirəm. Hər şeyin əvvəl də axırda can sağlığıdır. Azərbaycan xalqına da, Azərbaycan kino tarixinə də sınmaz, əbədi bəzəli, möhtəşəm bir Rasim Balayev ucalığı, Balayev monoliti, Balayev möhkəm, Balayev obrazı, heykəl arzu edirəm. Sağ olsun, yaşasın. Rasim bəy, mən sizə əslində sənətiniz öz yerində, sizin sənətinizi müzakirə eləmək mənim haqqım deyil. Yəni, o mənlik iş deyil, mən onu bacarmaram. Amma bir şeyə görə sizə minnətdaram və sizinlə fəxr edirəm. Sizin Azərbaycan dilinə, Azərbaycan türkçəsinə, Azərbaycan mədəniyyətinə, mənsub olduğunuz millətə, ölkəyə və bayrağa verdiyiniz dəyərə görə və bu sadaladığım nəsnələrə olan, müqəddəsliklərə olan sevgizə görə sizə təşəkkür edirəm. Mən fəxr edirəm ki, mən sizi tanıyıram. Sən mənə demişsən, mən də sənə dəfələrlə demişəm, özündən müğayət ol. Səni çox sevirəm, səni çox istəyirəm. Sadəcə bir dost kimi yox, həm də bir Azərbaycanlı adam kimi ki, sənəti sevən adam kimi, kinonu sevən adam kimi. Allah səni bizə çox görməsin. Uğurlar olsun sənə. Canlandırdığı əvəzsiz obrazların cizgiləri bu gün də aktyorun simasında əks olunub. Onun səmimi, düşüncəli baxışlarında o illərin, eləcə də Nəsiminin, Babəkin yaratdığı bir çox obrazların xüsusiyyətlərini görürük. Və nəhayət, yalnız aktyor deyil, həm də vətəndaş Rasim Balayevin timsalında biz əsl Azərbaycan kişisinin mərdanəlik cizgilərini görürük. Məlumat üçün bildirək ki, görkəmli aktyor, Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, şöhrət ordenli Rasim Balayevin Azərbaycan kinosunda canlandırdığı tarixi şəxsiyyətlərin, qəhrəman obrazlarının yer aldığı 26 film, 35 televiziya verilişi, eləcə də onun Azərbaycanın kino sahəsindəki xidmətlərinə həsr olunmuş 2 kitab, 9 məqalə, Mərkəzi Elmi Kitabxananın elektron kataloquna və Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Onu da qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Wikipedia Metodik Mərkəzinin könüllüləri və Şəms Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Rasim Balayevin Azərbaycan dilli Wikipediada olan məqaləsi ərəb, fars, gürcü, türk dillərinə tərcümə edilərək xarici dilli Wikipediada da yerləşdirilib. Böyük sənətkarın 70 illik münasibəti ilə Mərkəzi Elmi Kitabxanada yaradılmış, qeyd olunmuş materialları əhatə edən Rasim Balayev adlı elektron resurs artıq Mərkəzi Elmi Kitabxana istifadəçilərinin ixtiyarındadır. Bizim dəyərli sənətkarımız, əzizimiz Rasim müəllim, bu il sizin 70 illik yubileyinizdir. 70 yaşınız tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası olaraq sizi təbrik edirik. Sizə Allahdan ən əsas can sağlığı arzu edirik və hazırladığımız bu kiçik filmi də məhz Mərkəzi Elmi Kitabxana adından sizə hədiyyə edirik. Nə yaxşı ki varmısınız, nə yaxşı ki Azərbaycanın kino səhnəsində, Azərbaycan mədəniyyətində Rasim Balayev zirvəsi var və hər zaman da var olasınız.